Yaxşı olar ki, həmin gün oruç tutmayaq. Dediyimiz kimi, Əhl-i-Beyt düşmənləri Bəni Üməyyə, Tasuva və Aşırını bayram qərarı veriblər. Həmin günü güya Allaha şükr etmək üçün oruç tutublar. Amma bizim Əhl-i-Beyt imamlarımızın buyurduğuna əsasən, o cümlədən bəzi Əhl-i Sünnə qardaşlarımızın da kitablarında vardır ki, bu mötəbər deyil. Bunu Bəni Üməyyə, Əhl-i-Beytin imamısının düşmənləri ediblər və həmin günü oruç tutmaq bəyənilmir, məkruhdur. Amma günortaya qədər Aşura günü, əsrə və əsr vaxtına qədər susuz qalmaq, İmam Hüseyn ağanın susuzluğunu yada salıb, ona xatir, sanki özünü ona oxşadıb, yeyib içməkdən çəkinmək, özünü o ağanın yerində hiss etmək, necə ki, biri-birini sevərsə, onun qəmgin vaxtında şadlana bilməz, o acdırsa, o doyunca yeyə bilməz, o susuzdursa, o teşnədirsə, o sudan sirab olmaz. Biz də İmam Hüseyn ağanın Əhl-i Beytini, o körpə balaları yada salaq və həmin günü əsrə və əsr vaxtına qədər bacardığımız qədər yeyib içməkdən çəkinək və İmam Hüseyn Əsəlamın qatillərini. Əlbəttə ki, Aşura günü artıq yaxınlaşır. Aşura günü, yəni avqust ayının 19-u ölkəmizdə elan olunub. Aşura günü edilən əməllərdən ən önəmli əməl hansıdır? Əlbəttə ki, Aşura günü oruç tutmaq. Buyurur Peyğəmbərimiz sallallahu əleyhi və səlləm: "Yukaffiru sanətəllati qablehu." Əvvəlki ilin günahları üçün, bir ilin günahları üçün nədir? Kəffarədir. Baxın, Peyğəmbərimiz sallallahu əleyhi və səlləm, onun əhl-i-beyt, əshabları bu günü orucla keçiriblər. Və bunun səbəbi nədir? Peyğəmbərimiz sallallahu əleyhi və səlləm Mədinəyə gələrkən görür ki, həmən günü yəhudilər oruç tuturlar, o günü qeyd edirlər. Dedi ki, nəyə görə? Dedilər ki, bugün Musa əleyhissalamın Firon üzərində qələbə çaldığı gündür. Buyurur Peyğəmbərimiz sallallahu əleyhi və səlləm, biz Musaya sizdən daha yaxınıq. Fasamahu, Peyğəmbərimiz sallallahu əleyhi və səlləm oruç tutdu. Fəəmara bisiyami, Peyğəmbərimiz sallallahu əleyhi və səlləm oruç tutmağı nədir? Əmr etdi. Ona görə də bugün nədir? Oruç tutulur. Əlbəttə ki, İmam Hüseynin Aşura günü şəhid olması onun dərəcəsinin, fəzilətini göstərir. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm buyurur ki, cənnətdə gənclərin seyyididir. Uca Allah təala bizləri İmam Hüseynlə o gözəl Firdoz cənnətində bir yerdə olmağı, ən uca cənnətdə bir yerdə olmağı nəsib eyləsin. Amma burada bir şey qeyd etmək lazımdır. Bəzilər görsən ki, bunu yanlış başa düşürlər. Deyirlər ki, o günü oruç tutmaq olmaz, İmam Hüseyn şəhid olub. İmam Hüseyn şəhadəti əlbəttə ki, onun fəzilətini göstərir. Amma kiminsə şəhid olmasına görə hansısa ibadət aradan qaldırılmaz. Çünki Peyğəmbərimiz sallallahu əleyhi və səlləm İmam Hüseyn şəhid olduğunu bilmirdi, bilirdi. Bununla bərabər Peyğəmbərimiz nə etdi? Həmən gün oruç tutdu və oruç tutmağı əmr etdi. Hətta Əhl-i-Sünnə və Əhl-i-Şiə bütün mötəbər əsərlərində, kitablarında həmən günü Peyğəmbərimiz sallallahu əleyhi və səlləm, onun əhl-i-beyti, əshabı orucla keçiriblər. Şək yoxdur. Həmçinin bir şey qeyd etmək lazımdır ki, kiminsə şəhid olması ibadəti aradan qaldırmaz. Həzrət Əli şəhid olub. Hansısa ibadət aradan qaldırma olar? Yox. Həmzə şəhid olmuşdu. Həmzə Peyğəmbərimizin əmisi, Peyğəmbərimiz sallallahu əleyhi və səlləm onun şəhid olmasına görə hansısa bir ibadət aradan qaldırdı? Yox. İbadət kiminsə şəhid olmasına görə aradan qalxmaz. İbadət ibadətdir.